Bildiyiniz kimi 286 nömrəli məktəbdə 9-cu sinif şagirdi sinif yoldaşına ağır xəsarət yetirmişdi. Belə ki, 2010-cu il təvəllüdlü yeniyetmə mübahisə zəminində 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək onu alışqanla yandırıb. Yəni, bu dəhşətli bir faciədir. Bu Azərbaycan təhsilində baş vermiş ən böyük bəla adlandıra bilər, yəni ən böyük faciələrdən biridir. Və həmin o xəsarət alan uşaqda 2-ci, 3-cü dərəcəli termik alov yanığı diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir. Yəni hesab edin ki, adi bir epizodda yanğın necə baş verirsə, görün spirt üzərindən yanğın necə bir faciəyə yol açıb. Şəfaət eləyirəm xəsarət alan uşaq üçün və onun valideynlərə səbir diləyirəm. Böyük bir faciədir, böyük bir hadisədir. Yəni hesab edin ki, adi bir vəziyyətdə yanğın necə baş verirsə, görün insan üzərinə düşən spirtdən sonra yanğın necə alovlanıb, necə bir kəskin xarakter alıb ki, yəni bu 2-ci, 3-cü dərəcə, yəni ağır bir şeydir. Çox ciddi bir xəsarətdir. Şəfaət edirəm bir daha. Və bunun əsas səbəbi nədir? Müəllimlərin sanki hüququ yoxdur, sanki bunların səlahiyyəti yoxdur ki, uşağa öz yerini göstərsin, qaydalar, etik qaydalar çərçivəsində, qanun çərçivəsində. Müəllimlər qorxur ki, hansısa valideyn gedər şikayət eləyər, məni işdən çıxartırlar və çıxardıblar dəfələrlə. Hər üzr istəyirəm, yaxşı valideyn də var, pis valideyn də var, özünə hörmət eləyən də var, təbii ki, özünə hörmət eləməyən valideyn də var. Yəni cəmiyyət hər biri olmalıdır. Amma bu gün əxlaqdan kəsik olan, əxlaqdan zəif olan valideyn və tərbiyəsiz uşağını dırnaqarası müdafiə edir, cumhur müəllimin üzərində və müəllim də məcburən səsini çıxarda bilmir ki, yəni sonunda müəllim günahkar olacaq. Baxın da əvvəlki dövrdə, mən özümün dövrünü götürürəm, yəni müəllimə necə hörmət var, ki bizim də dövrdə artıq özü enişə doğru gedirdi, amma müəllimə hörmət var idi. İndi uşaqlar, belə deyim də, türk seriallarla böyüyürlər, bəzi dırnaqarası mahnıların sədasında, yəni tərbiyəsini korlayan mahnılarla böyüyürlər, mənasız söhbətlərlə böyüyürlər. Və məsələ budur ki, bir gün bıçaqlaşma, bir gün tüfəngdən güllə atdılar müəllimə, uşağın sifətini yandırır. Görürsünüz, sən məntiqə bax, sən məntiqə bax. Gör necə? Hakimin ağlına gəlir ki, amma spirt tökmüş sifətinə, sonra alışqanla yandırım. Hesab edirsən sən bunu. Bax, məsələ budur da, məsələ budur. Yəni sən senari qurub ki, üzünə spirt götürüm, töküm, sonra yandırım bunu. Görün deyil, bunun paltarına yəqin düşüb də, qardaş. Əlbəttə ki, düşüb. Yəni, mən tam razıyam sizinlə. Yəni, bu senaridir, bu artıq, yenə deyim, biz bilmirik nə baş verib bu orada. Amma nə baş veribsə də, ən azı məktəb direktoru var, məktəb direktoru kömək edəmsə polis var. Yəni, bu cinayət tərkibi, yəni, bu nə ehtiyac var cinayət atmaq? Nə əcəbində o məktəb ətrafında bir yaxşı müəllim, söz sahibi olmur ki, barışdırsın bunları. İndi söz var, günah öləndə olur. İndi görürsən ki, yox, eləsi var, yolunu hazır, günahsızı da narahat edir, günahsıza xəsarət yetirir. Və bunun bir çıxış yolu var. Müəllimlərə əvvəlki nüfuzunu qaytarmaq lazımdır. Başda səslənərək Elm və Təhsil Naziri Emin Əmrullayev, Emin müəllim. Hər dəfə siz, yəni sağ olun, mətbuat qarşısına çıxırsınız, ictimaiyyət qarşısına çıxırsınız, amma siz çıxırsınız, səmimi davranırsınız. Elə sizin səmimiyyətinizə görə də, yəni biz bir çox hallarda, yəni belə deyim də, kəskin tənqid etmirlər sizi, içimən qarşı. Amma bax görürsünüz, balanslaşdırmısınız, amma siz ümumi balanslaşdırmısınız. Amma bu balans necə olmalıdır? Müəllimin nüfuzu balanslı olmalıdır. Şagirdin tərbiyəsi balanslı olmalıdır. O valideyn bilmir ki, vəziyyət necədir, düzdür, səhvdir, gəlir, hücum edir müəllimin üstə. Onun balansı yerində olmalıdır. Məsələ budur. Danışırıq. Biz faciə baş verir liseylərin birində bir müddət öncə, yəni müəllimə güllə atdılar, müəllim də sonra bağışladı, amma yenə də o cinayətdən yayınmayıb, yəni o qanun qarşısında cavab verəcək o. Bugün bu hadisə baş verdi, nə qədər davalar olur, illərdir nə qədər şagirdlər bıçaqla gəlirlər məktəbə. Bunun qarşısı alınmalıdır da. Sər çəkilir, düzdür, yəni başqa ölkələr nisbətən bəli, indi hər şey qaydasındadır, bu hadisələrdir, daha azdır bizdə, şükürlər olsun. Amma bunun qarşısı vaxtında alınmasa, müəllim əvvəlki
çəkisinə qalxmasa, əvvəlki zirvəsinə qalxmasa, görün nələr olacaq. Bugünkü ssenari üzərindən gedən cinayət hadisəsi. Bəli, 286 nömrəli məktəbdə ssenari üzərindən, yəni spirt vururam. Qardaş, spirt var məktəbdə. Məktəbdə spirt yoxdur axı. Spirt bir tibbi otaqdadır. Tibbi otağında qapısı əsasən bağlı olur. İndi orada ya həkim olur, ya da ki olmayanda da qapı bağlı olur. Sən spirti hardan, necə gedib götürə bilərsən sən? Deməli, üstündə gəzdirib də bunu. Məktəbdə alışqan nə gəzib? Niyə olmalıdır? Hansı zərurətə görə alışqan olmaq? Siqaret çəkir də bu. Siqaret çəkibirsə, yenə də bu ssenarini yazıb gəlib məktəbə hadisəni, o ağır hadisəni, o fantastik hadisəni törədir. Məsələ budur. Cəmiyyət olaraq, əziz valideynlər, müəllimə hörmət qoymadığınıza görə bu gün birinin övladı xəsarət alır, bir gün müəllim xəsarət alır, bir gün məktəbin mühafizəçisi xəsarət alır. Allah bilir sabah kimlər xəsarət alacaq. Bunun qarşısı alınmasa, müəllim əvvəlki nüfuzuna qayıtmasa, şəhərdə sizi gözləyirəm. Şəhərdə sizi yazın ki, nələr olacaq.